illərdə dünyada demensiya hallarının sürətlə artdığı müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, qarşıdakı 30-35 il ərzində Azərbaycanda da demensiya xəstəliklərinin sayı artacaq. Bəs bu proqnozun kökündə dayanan problemlər nədir? Mütəxəssislər hesab edir ki, insan nə qədər çox yaşasa, demensiya riski də o qədər artır. Tədqiqatlar göstərir ki, 2050-ci ildən sonra Azərbaycanda 65 yaşdan yuxarı insanların sayı 2 dəfə çox olacaq. Bu da yaşla bağlı xəstəliklərin daha geniş yayılması deməkdir. İlk növbədə əlbəttə biz deyə bilərik ki, inkişafda olan ölkələrdə əlbəttə ki, ömür indi təzə başlayır uzanmağa. Əgər Norveçdə məsələn orta hesabla onlar yaşayırlar 85-95 yaş və onlarda bu artıq çoxdandır belədir. Bizdə indi o uzanmağa başlayır və nə qədər yaşın artırsa, o qədər o ağıl zəifliyi və beyin müəyyən problemlərin riski artmağa başlayır. Onunla da bağlı ola bilər. Demensiya riskini təkcə yaşlanma yox, həm də şəkərli diabet, hipertoniya və piylənmə kimi xronikli xəstəliklər artırır. Zehni və fiziki fəaliyyətin azlığı, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi də yaddaş zəifliyini gətirib çıxarır.